olaraq uşaqların psixologiyasına, onların gələcək davranışına çox ciddi şəkildə təsir göstərir. Mən bir kitabdan istat gətirmək istərdim. Bu kitab elə bu günləri dünya ölkələrində qəbul edilmiş qanunların əsasını təşkil edir. İngilis dilində Anxious Generation adlanır, yəni narahatlıq doğuran bir nəsil. O kitabda maraqlı bir istat var digərləri ilə bərabər. Oradan icazənizlə bir istatı gətirim. Yəni 20-ci əsrin əvvəllərində avtomobil sənayesi başladı. Avtomobil sənayesində nə qədər insanlar, o cümlədən də və xüsusilə də uşaqlar həlak oldular. Bəşəriyyət və insaniyyət biz 1970-ci illərə qədər gözlədik ki, kəməri, yəni təhlükəsizlik kəmərini avtomobillərdə məcburi olaraq tətbiq edək. Onun davamı olaraq da avtomobillərdə uşaqlar üçün ayrıca olaraq deməli oturacaq yox idi. O da 70-ci 80-ci illərdən sonra tətbiq olundu. Yəni nəzərə alırsaq 70 il 80 il biz ancaq müşahidə edirdik ki, bu cür faciələr baş versin, bunu tətbiq etdik. Və yaxud da məsələn 70-ci illərdə Amerika Birləşmiş Ştatlarında bütün satıcılarda siqaretin deməli az yaşlılara satılması tam açıq bir biznes idi. Amma sonra bu tələb oldu ki, bu qadağan olsun. Sosial şəbəkələr də onun üçün sosial şəbəkələrin və sosial media platformalarının müsbət faktorları danılmazdır. Bu şəbəkələşmə, açıq məlumata çıxışlar və s. Bunun müsbət tərəfləri hamımıza bəllidir. Amma mənfi tərəfləri odur ki, biz sosial şəbəkələri tam şəkildə araşdırmadan, tam şəkildə öyrənmədən, onun zərərli tərəflərini istər sosioloji, istər psixoloji, istər siyasi və digər aspektlərdən araşdırmadan uşaqlarımızı müdafiəsiz şəkildə texno-oliqarxların, texno-oliqarx platformalarını ələ vermişik. Bax, bundan da qaynaqlanaraq o kitabın əsas məğzini bu təşkil edir. Təkcə o kitab deyil. Artıq bu mövzuda kifayət qədər sosioloji elmi əsaslara söykənən elmi materiallar və kitablar var və Azərbaycan Respublikası da bunu nəzərə alaraq, dünya ölkələrin praktikasını nəzərə alaraq, yəni 16 yaşından aşağı olan uşaqların sosial mediada girişinin qanunla qadağan edən bir təşəbbüsü irəli sürmüşdür. Müsbət haldır ki, parlamentdə də bu müsbət qarşılanmışdır. 3-cü oxunuşdan keçdi. Azərbaycan qanunvericiliyinə uyğun olaraq 56 gün ərzində yəni möhtərəm cənab prezident tərəfindən baxılır, bu qanun təsdiq edilir. Burada bir illik keçid dövrü də qoyulub. Belə mən fürsətdən istifadə edirəm bizim sosial media istifadəçilərimizə, bu sahədə aktiv olan insanlara, influencerlərə, blogerlərə də xahiş etmək istərdim ki, biz bu məsələdə valideynlərimizi də daha da məlumatlandırmalıyıq. Çünki cəmiyyətin və valideynlərin dəstəyi olmadan biz bir tərəfli şəkildə bunu həll edə bilməyəcəyik. Bir də biz artıq bu panellər çərçivəsində də sosial media platformalarını yəni təmin edən şirkətlərlə də danışdıq. Məsələn, götürək TikTok-u. Azərbaycanda ən populyar olan sosial media platformalarından biri TikTok-dur. Amma TikTok-u download etmədən də izləmək olar. Yəni bu halda bunun texniki parametrləri necə həll olunacaqdır? Biz TikTok-un qarşısında məsələni qaldırırıq. Və yaxud da məsələn Facebookun özündə. Facebook bəli artıq registrasiya məsələsində şəxsiyyət vəsiqəsini tələb edir. Amma məsəl üçün uşaq birdən öz şəxsiyyət vəsiqəsini yox, başqa adamın şəxsiyyət vəsiqəsini verdi. Yəni bunu aldatdı. Aldatdığı şəkildə sistemi burada nə kimi cavablar olacaq? Səmi deyə bunun bir mənalı cavabı yoxdur. Bu cavablar birbaşa dövlətin, yəni təkcə üzərində olan məsuliyyət deyil, bütün cəmiyyət olaraq, bütün hamımız olaraq bu suallara cavab tapmalıyıq. Dövlət öz məsuliyyətini həyata keçirir, öz funksiyasını həyata keçirir, amma proses elə də sadə deyil.